Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə bir qrup alim və mütəxəssisə əmək veteranı vəzifələri təqdim olunub. İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası Prezidentinin Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında 30 aprel 2026-cı il tarixli sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsvir sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSR Dövlət Mükafatı laureatı, xalq rəssamı Lətif Kərimovun 120 illiyi tamam olur. Akademik İsa Həbibbəyli qeyd edib ki, dünya şöhrətli xalq rəssamı Lətif Kərimov Azərbaycan bu sahədə məktəb yaradıb və xalqımızın tarixi xalça ənənələrini bütün dünyada tanıdıb. Rəyasət heyəti tərəfindən Lətif Kərimovun 120 illiyi ilə bağlı AMIA-nın tədbirlər planının hazırlanması məqsədi ilə AMIA-nın elmi bölmə, müəssisə və təşkilatlarına təkliflərin təqdim edilməsi tapşırılıb. Daha sonra akademik İsa Həbibbəyli BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunda Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı haqqında məlumat verib. 13-cü Ümumdünya Şəhərsalma Forumunda yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli AMIA-nın rəyasət heyətinin üzvlərinin rəyasət heyət aparatının, biologiya və tibb elmləri bölməsinin, AMIA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının forum çərçivəsində keçirilən tədbirlərdə aktivlik göstərdiklərini söyləyib. Akademik İsa Həbibbəyli forumun nəticələrinin ciddi şəkildə öyrənilməsi və gələcək tədqiqatlarda istifadə edilməsi üçün müvafiq tapşırıqlarını verib. Rəyasət heyətinin iclasında Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində sosial tədqiqatlar və süni intellekt jurnalının təsis edilməsi haqqında məsələyə də baxılıb. Qeyd olunanları nəzərə alaraq Rəyasət heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində sosial tədqiqatlar və süni intellekt jurnalı təsis edilib. Sonra AMIA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Bolqarıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə Bolqarıstanın Sofiya şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin elmlər akademiyalı prezidentlərinin 3-cü iclasında iştirakı haqqında məlumat verib. Məlumat dinlendikdən sonra Rəyasət heyəti tərəfindən müvafiq qərar qəbul olunub. Daha sonra kadr məsələlərinə baxılıb. Rəyasət heyətinin iclasında o cümlədən akademik Mövsün Nağsoylunun 80, akademik Məmməd Tağı Cəfərovun 90, akademik Ədilə Namazovanın 100, akademik Midhət Abbasovun 100, AMIA-nın müxbir üzvü Fəridə Məmmədovanın və AMIA-nın müxbir üzvü Vəli Əliyevin 90 illik yubileyləri haqqında qərarlar qəbul edilib. İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMIA-nın müxbir üzvü qurban yetirmişdi. Professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Leyli Namiq qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.